Sumqayıt Belediyesi fəaliyyətində vətəndaş məmnuniyyətini əsas hədəf kimi qarşıya qoyaraq, şəhər sakinləri ilə daimi və səmimi ünsiyyətə önəm verir. Əhalinin müxtəlif təbəqələri ilə bir vəhdətdə fəaliyyət göstərən bələdiyyə bu ənənəsini Qurban Bayramı günlərində də davam etdirib. Artıq ənənə halını almış Qurban Bayramı münasibətilə təşkil olunan tədbir çərçivəsində şəhərdə yaşayan şəhid və qazi ailələri, az təminatlı ailələr, sosial işçilər və bələdiyyə əməkdaşları diqqətdən kənarda qalmayıb. Bələdiyyə tərəfindən ümumilikdə 160-a yaxın ailəyə bayram sovqatı təqdim olunub. Sumqayıt şəhər bələdiyyə ailəsi olaraq bütün bayramlarda həmişə şəhidlərimizin, qazilərimizin yanında olmuşuq. Onların ailələrini bayram günlərində təbrik etmişik, onların yanında olmuşuq. Çünki bizim qazilərimiz və şəhid ailələrin hesabına biz torpaqlarımızı geri qaytardıq, milli kimliyimizi, qürurumuzu özümüzə qaytardıq və onların həmişə ağrısına, acısına şərikik, onların yanındayıq. Onlara təsəlli üçün bayram günlərində onların yanında olmaq bizim bir borcumuzdur. Həm vətəndaş, həm mənəvi borcumuzdur. O yüzden də biz bugün bələdiyyə ailəsi olaraq Çernobıl əlliləri, qazilərimizə burada bayram payları payladıq. İndi birazdan da inşallah şəhid ailələrinə baş çəkib bayram paylarını verəcəyik. Bayram təbriki və sovqatlarının çatdırılması prosesində Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov, bələdiyyə üzvləri və aparat əməkdaşları da şəxsən iştirak ediblər. Ölkə başçısının bizə olan qayğısı bayramlarda, müqəddəs Qurban Bayramında, Novruz Bayramında həmişə diqqətə layiq olub. Çernobçuların adından öz minnətdarımı bildirirəm. Onlar ailələrin qayğıları və gündəlik problemləri ilə maraqlanaraq hər zaman onların yanında olduqlarını bir daha nümayiş etdiriblər. Xüsusilə şəhid ailələrində göstərilən diqqət və qayğı cəmiyyətin ən həssas təbəqəsinə verilən yüksək dəyərin bariz nümunəsi kimi dəyərləndirilir. Bu ailələrin mənəvi dəstəklə yanaşı sosial rifahının da daim nəzərdə saxlanılması Sumqayıt Bələdiyyəsinin vətənpərvərlik və humanizm prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.